tapşırığa baxıb, məhz həmin nəzəriyyələrə istinadən bu tapşırıqları necə yerinə yetirməli lazım olduğu üzərindən danışacağıq. Gəlin belə bir suala nəzər yetirək. Qruplarla iş zamanı müəllim müşahidə edir ki, şagirdlərdən biri tapşırıqları işləməkdə maraqlıdır, amma sinif yoldaşları ilə əməkdaşlıq etmək istəmir. Müəllimin hansı addımı problemi effektiv həll edə bilər? Gördüyünüz kimi bu sinifdə tez-tez rastlaşdığımız bir problemdir. Hər müəllimin özünün məsələyə yanaşması olsa da, müxtəlif nəzəriyyələrdə bu problemin necə həll olması haqqında tədqiqatlara dayanmış fikirlər vardır ki, müəllimlərin məsələni məhz bu şəkildə həll etməsi daha uğurlu hesab edilə bilər. Gəlin cavab variantlarına baxaq və bir daha dediklərimiz fikirləri əsaslandıraq. Variant A. Şagirdi danlayıb onu əməkdaşlığa məcbur etməlidir, çünki hamıda əməkdaşlıq bacarığı formalaşdırmaq lazımdır. Burada müəllimin şagirdlərdə əməkdaşlıq bacarığı formalaşdırılması əlbəttə çox vacib məsələdir. Burada problemin həllində yanlışlıq şagirdi danlamaqla onu əməkdaşlığa məcbur etmək məsələsidir ki, ona görə bu A variantını biz doğru hesab edə bilmərik. Qrup tapşırıqlarını elan edərkən zamanın qiymətləndiriləcək meyar olduğunu şagirdlərə bildirməlidir. Bəli, müəllim qrup tapşırıqlarını elan edərkən mütləq müəyyən vaxt müddətində şagirdlərin tapşırığı yerinə yetirməli olduqlarını onlara xatırlatmalıdır. Lakin bu, yenə də şagirdin öz sinif yoldaşlarına əməkdaşlıq etməsinə sövq edən addım olmadığı üçün verilən situasiyanın problemi hesab edilə bilməz. Tapşırıqları fərqli öyrənmə tərzlərinə uyğun verməlidir. Bildiyiniz kimi, fərqli öyrənmə tərzlərinə uyğun tapşırıqlar verilməlidir. Bu sinifdə diferensiallaşmanı təmin edir və Howard Gardner'ın çoxnövlü intellekt nəzəriyyəsinə də bir növ dayanır. Lakin yenə də bu problemin həlli hesab edilə bilməz. Bu istək şagirdin şəxsiyyət tipi ilə əlaqəlidirsə, ona qısa müddətli, fərdi şəkildə çalışma imkanı yaratmalıdır. Bu problemin həlli məhz bu cavabda əks olunmuşdur. Belə ki, Carl Jung'un şəxsiyyət tipləri nəzəriyyəsinə əsasən şagirdlər introvert, ekstravert və ambivert olmalı 3 şəxsiyyət tipinə bölünür. Introvert şagirdlər onlar öyrənməyə maraqlı olurlar, lakin fərdi işə daha çox meyilli olurlar. Belə olan halda əlbəttə ki, şagirdin tapşırığı yerinə yetirməyə marağı olur, lakin sinif yoldaşlarının əməkdaşlıq etməyə o qədər də meyillənmir. Müəllim, əgər bu nəzəriyyə ilə tanışdısa, həmin nəzəriyyə əsasən şagirdlərlə necə ünsiyyət quracağını bilirsə, belə bir situasiyada həmin şagirdin qısa müddətdə komandadan ayrılıb, kiçik bir tapşırığı fərdi şəkildə yerinə yetirib və yenidən komandaya qayıtmasına şərait yaratmalıdır və bu problemin daha düzgün həlli yoluna gətirib çıxaracaq. Gördüyünüz kimi, bu situativ testdə heç bir nəzəriyyənin adı çəkilməyib, lakin müəllim bütün nəzəriyyələri bilməli, onların mahiyyətini anlamalı və sinifdə necə tətbiq edəcəyi haqqında məlumata malik olmalıdır. Belə olan halda nəzəriyyələrin adını görmədən də istənilən situasiyada onların necə həll edilməsi müəllimlər üçün asan olacaq. Beləliklə, bu testin cavabı D variantıdır. Yaranan problemin səbəbi məhz onun şəxsiyyət tipi ilə bağlı olan problemdir və bu onun həlli yoludur. Bunu da müəyyənləşdirmək üçün yenə də müəllim öz sinifini yaxşı tanımalı, həmin şagirdin məhz introvert şəxsiyyət tipinə malik olduğunu bilməlidir. Digər bir situativ testə baxaq. Səhvlər üzərində iş apararkən şagird müəllimdən səhvlərinin izahını soruşduqda, müəllim şagirdə yönəldici suallar verir və səhvini özünü müəyyənləşdirməsinə şərait yaradır. Müəllimin bu fəaliyyətinin məqsədi barədə deyilən fikirlərdən hansı doğrudur? Müəllim şagirdin sağlam mənəvi psixoloji mühitdə öyrənməsini təmin etməyə çalışır. Yəni, bu situasiyadan bilinir ki, müəllim şagirdə düzgün, tədrislə bağlı düzgün yönəltmə verir və bu sinifdə artıq sağlam mənəvi psixoloji mühit formalaşmışdır. Yəni, buradakı atılan addım həmin mühitin formalaşması ilə əlaqəli deyil. Müəllimin yönəldici sual verməsi şagirddə özünü qiymətləndirmə bacarığı formalaşdırır. Həmçinin burada verilən sual şagirdin özünü qiymətləndirmə bacarığı ilə heç bir əlaqəsi yoxdur, çünki hələ proses davam edir və qiymətləndirmə hissəsinə hələ gəlib çatmayıblar. Şagirdin öz səhvini düzəltməyə şərait yaratmalı, düzgün nəticə çıxartmasına və daha çox öyrənməsinə şərait yaradır. Bu, həmin sualın cavabıdır. Belə ki, müəllim əgər şagirdə öz səhvini düzəltmək üçün yönəldici sual verirsə, burada yaxın inkişaf zonasında öyrənmənin necə təmin edilməsi məsələsinə
toxunulur. Eyni zamanda şagirdin özünün öyrənməyə meylini, marağını formalaşdırır, artırır ki, bu da Dweck'in inkişafa açıq düşüncə tərzi nəzəriyyəsinə əsaslanır. Gördüyünüz kimi, yenə də situasiyaların heç birində nəzəriyyələrin adı çəkilmir, amma cavabları düzgün müəyyənləşdirmək üçün nəzəriyyələrin yenə də mahiyyətini bilmək və onun tətbiqini haqqında məlumata malik olmaq lazımdır. Beləliklə, burada bizim cavabımız C variantıdır. Digər cavablara da gəlin baxaq. Gələcəkdə öyrənmə prosesinə əhəmiyyətli olduğu üçün müəllim şagirdin deklarativ biliklərini möhkəmlətməyə çalışır. Bu, ümumiyyətlə situasiyaya aid deyil və şagirdin yaradıcı təfəkkürünü inkişaf etdirir. Bu da ümumiyyətlə situasiyaya aid deyil. Beləliklə, testin cavabı C. Aynur xanım, qeyd elədiyiniz iki testin ikisində də müxtəlif nəzəriyyələri müəllim bilməlidir. Onlarda olan nəzəri bilikləri mənimsəməlidir və onu praktikaya, yəni bacarığa çevirməlidir. Çünki müəllim nəzəriyyəni oxuduqca onu öz sinifində tətbiq eləməyin yollarını da araşdırmalıdır. Deməli, biz nəzəriyyələri sadəcə olaraq oxumamalıyıq, onun praktik əhəmiyyətini özümüz üçün aşkara çıxartmalıyıq. Düzdürmü? Bəli, tamamilə doğrudur. Həm keçən il, həm bu il keçən sınavlardan gördük ki, verilən sualların içərisində suallar ya nəzəriyyələrin tətbiqi ilə problemin həllinə, ya da müəllimlərin ümumiyyətlə praktik biliyinin yoxlanmasına yönələn suallardır. İndi müəllimlərə kömək məqsədi ilə daha bir-iki sualın praktik biliyi yoxlayan sualı nümayiş etdirmək istərdik. Gəlin belə bir suala diqqət yetirək. İki şagird dərsdə müzakirələr zamanı tez-tez mübahisə edir və bu prosesin gedişinə mane olur. Sinifdəki bu vəziyyət nədən məlumat verir? Müəllimlər artıq son illərdə kifayət qədər sinifin səmərəli idarə edilməsi və sinifi idarə edərkən hansı məsələlərə diqqət yetirməsi kimi nəzəri biliklərlə kifayət qədər tanışdılar. Məsələ burada müəllimin həmin o nəzəri biliyin sinifdə tətbiq edə bilib-bilməməsinin yoxlanmasından gedir və belə bir situasiya yaradan müəllim o bilməlidir ki, sinifdə əgər belə problem yaranıbsa, bu o deməkdir ki, sinifdə ünsiyyəti nizamlayan qayda və prosedurlar yoxdur. Yəni, ola bilər ki, müəllimdən siz şifahi şəkildə soruşarsınız ki, sinifin idarə olunması üçün nə lazımdır və müəllim sizə şifahi şəkildə qayda qurulmalıdır, prosedur tətbiq olmalıdır və s. bunu desin. Amma bu əslində praktikada bunların olmaması nə ilə nəticələnir, onu biz müəyyənləşdirə bilmirik. Əgər sualı sırf nəzəri bilik üzərindən qururuqsa. Biliyin yoxlanması situasiya əsaslananda biz görürük ki, müəllim bu nəzəri biliyin sinifdə düzgün istifadə edib etməməsi barədə məlumata malik oluruq. Və bu testin də cavabı sinifdə ünsiyyəti nizamlayan qayda və prosedurların olmamasıdır. Digər cavablara da nəzər yetirək. Müəllimin liderlik bacarığının aşağı olması, bu şagirdin müzakirələr zamanı mübahisə edib bitməsinə heç bir əlaqəsi yoxdur. Şagird nailiyyətinin aşağı olması, həmçinin diferensial yanaşmanın təmin edilməməsi, o da bu heç bir prosesinə əlaqəlidir. Təlim nəticələrinin və qiymətlənmə meyarının düzgün müəyyənləşdirilməməsi, o da sinifdə gedən bu prosesə heç cür əlaqəli deyil. Belə olan halda burada olan cavab A-dır. Daha bir çox geniş yayılmış konstruktiv rəy haqqında olan praktik sualdır. Bildiyiniz kimi, sinifdə şagirdə istər davranışı ilə bağlı, istər təlim nailiyyəti ilə bağlı konstruktiv rəyin verilməsi bu çox vacib məsələdir. Məsələ şagirdin nəyi uğurla yerinə yetirib, nəyi uğurla yerinə yetirmədiyini şagirdə izah etmək və eyni zamanda bu uğursuzluğu aradan qaldırmaq üçün ona yolların göstərilməsidir. Və yolların göstərilməsi də problemi şagirdin yerinə həll etmək demək deyil. Yolun göstərilməsi, biz birinci testdə izah elədik, şagirdə yönəldici sualların verilməsi və bu yönəldici sualların düzgün tərtib olunması ilə əlaqədardır. Bundan əlavə, konstruktiv rəy şagirdin idraki fəaliyyətinə yönəlməlidir. Yəni, şagird emosional olaraq sən bunu ağıllı olduğun üçün bacarırsan və yaxud bacarıqlı olduğun üçün bacarırsan, yox da idraki fəaliyyəti, hər bir fəaliyyəti yerinə yetirərkən nəyi doğru, nəyi yanlış elədiyini göstərmək üçün olmalıdır. Və müəllimlərdə təcrübə onu göstərir ki, adətən konstruktiv rəyin tərifini müəllimlər çox gözəl izah edirlər. Amma konstruktiv rəy nümunəsi söylədiyəndə müəllimlərin bir çoxunda problem yaranır. Və müəllimin konstruktiv rəyin nə olub-olmadığını
soruşmaq yox da, bu konstruktiv rəyi düzgün verə bilib-bilmədiyini yoxlamaq məqsədi ilə yenə də sınaqda belə bir test nümunəsi verilmişdi. Qeyd edək ki, nümayiş olunan suallar hamısı bu il Təhsil İnstitutu tərəfindən keçirilən sınaqdan götürülmüş nümunələrdir. Müəllimlər bu nümunələrlə artıq tanışdılar və biz həmin sualları izah etməklə müəllimlərə bir növ kömək göstərməyə çalışırıq. Verilənlərdən biri konstruktiv rəy deyil. Əhsən, cavablarını akademik cəhətdən yaxşı əsaslandırırsan, lakin həyatdan nümunə gətirməkdə çətinlik çəkirsən. Çalış ki, oxuduğun informasiyanı həyatla əlaqələndirəsən, onda daha yaxşı nəticələr əldə edə bilərsən. Gördüyünüz kimi A variantında şagirddən birinci olaraq hansı işi uğurla yerinə yetirilməsi öz əksini tapıb. Yəni, cavabları akademik cəhətdən yaxşı əsaslandırırsan. İkinci addımda şagirdin nəyi yanlış etdiyi göstərilir. Həyatdan nümunə gətirməkdə çətinlik çəkirsən. Deməli, şagirdin həyatla əlaqə yaratmaqda, akademik biliklərlə həyatla əlaqə yaratmaqda problemi var. Və müəllim, çalış ki, oxuduğun informasiyanı həmişə həyatla əlaqələndirəsən kimi ona yol göstərir. Yəni, şagirdə göstərir ki, hər hansı bir informasiyanı oxuyursansa, onu həyatda görməyə çalış. Hər hansı bir situasiyada görməyə çalış. Bu o deməkdir ki, verilən rəy konstruktivdir. Biz şagirdə problemin həlli yolunu da göstərdi. Afərin, suala ən doğru cavabı sən verdin. Verdiyin cavab ətraflı və anlaşıqlı idi. Sinif yoldaşların üçün də faydalı oldu. Gələcəkdə də bu məsələlərə bu şəkildə yanaş. Gördüyünüz kimi, verilən bu sualda şagirdin deməli, suala düzgün cavab verməsi öz əksini tapıb. Amma ətraflı və anlaşıqlı deyəndə nə nəzərdə tutulur, o öz əksini tapmayıb. Detallı mı cavab verib, səbəb nəticəni mi düzgün izah edib, xronoloji ardıcıllığı mı düzgün verib, bu barədə heç bir məlumat yoxdur. Yəni, konkret nəyi doğru elədiyi bilinmir. Bilinmir, bəli. Və sinif yoldaşların üçün də faydalı oldu. Yenə də burada şagirdin hansı addımı düzəltməlidir, şagird üçün, sinif yoldaşları üçün faydalı olduğu nədir, bu barədə də heç bir məlumat yoxdur. Belə rəy emosional rəy hesab olduğundan bu konstruktiv rəy hesab edilə bilməz. Komanda işində əməkdaşlığın yaxşıdır, yoldaşlarını sona qədər dinləyirsən, lazım gəndə kömək edirsən, biraz səs tonunu idarə etməyə, öyrənməyə ehtiyac var. Bəzən çox ucadan danışırsan, buna diqqət elə. Burada da gördüyünüz kimi şagirdin komanda işində əməkdaşlığı yaxşı qurması, yoldaşlarını sona qədər dinləməsi, ona köməklik etməsi, lakin səs tonunu idarə etməkdə çətinlik çəkməsi göstərilir və səs tonunu necə düzəltmək lazımdır? Yəni, şagirdə yol göstərir ki, özünü dinlə, ucadan danışma. Səfəvilər dövləti haqqında ətraflı məlumat verdin, lakin hadisələrin ardıcıllığını bəzən pozurdu. Nitqini təşkil edərkən xronologiya və səbəb-nəticə əlaqələrinə diqqət yetir. Burada da gördüyünüz kimi səbəblər dövləti haqqında məlumatın verilməsi, lakin hadisələrin ardıcıllığının bəzən pozulması. Dəqiqlik var. Bəli, dəqiqlik var. İdraki fəaliyyətində dəqiqlik var və nitqi təşkil edərkən nə etməlidir ki, hadisələr ardıcıllığı pozulmasın? Burada xronologiya baxmalıdır və səbəb-nəticə əlaqələrinə baxmalıdır. Afərin, hərfləri düzgün yazırsan, biraz maili xətləri çəkməkdə çətinlik çəkirsən, bunun üzərində işlə və çoxlu məşq elə. Burada da hərfi düzgün yazması, lakin şagirdin problemi maili xətlərdə çəkməkdə olması öz əksini tapır və yenə də yol göstərir ki, bunun üçün də yalnız şagirdin psixomotor fəaliyyətini bilirsiniz ki, inkişaf etdirmək çox vacibdir. Belə olan halda bu rəyimiz də konstruktiv rəy hesab edilir. Beləliklə, bu testin cavabı B variantıdır. Aynur xanım, müəllimlər tərəfindən bizə bəzi suallar yönləndirilmişdi ki, hansı ki, həmin suallar sınaq qiymətləndirmədə istifadə olunub və həmin o suallar müəllimlər üçün müəyyən məqamlarda çətinlik yaradıb. Sizdən xahiş edəcəyik ki, artıq biz sualları ayırmışıq, həmin sualları bizim üçün bir daha izah eləyəsiniz, həm də müəllimlər üçün aydınlaşdırasınız. Müəllim həyatla bağlı problem situasiya qoyur və onun həllini şagirdə tapşırır. Sinifdə hansı inteqrasiya reallaşır? Bildiyiniz kimi, istənilən problem situasiyanın həlli zamanı